Bismillahirrahmanirrahim. İslam mədəniyyətində salamla bağlı tövsiyə olunan əməllərdən də biri bir-birinə salamlaşdığımız zaman əl ilə görüşməyimizdir. Buna müsafəhə deyərlər. Bu haqda bir neçə hədis də nəql olur. Hədislərin birində Allah Resulü sallallahu aleyhi və alihi və sələm buyurur, bir-birinizlə görüşdüyünüz zaman, bir-birinizlə üzləşdiyiniz zaman bir-birinizə salam verin, salamlaşdıqda isə əl ilə görüşün. Bir-birinizdən ayrıldığında isə istiğfar edin. Yəni, hədisin məzmunu belədir ki, iki insan üzləşdikdə bir-birinə salam versinlər, salamlaşdıqda əl ilə görüşsünlər və bir-birindən ayrıldıqda isə hər biri digəri üçün Allahdan qarşı tərəfin günahlarının bağışlanmasını istəsin. Başqa bir hədisdə İmam Muhammed Baqir əleyhissalam buyurur ki, bir mömin bir möminlə üzləşdikdə ona salam verər və o ilə müsafəhə, yəni əl ilə görüşər və onlar ayrılıqda onlar günahsız ayrılar. Yəni bu əməl səbəb olar ki, onların günahları bağışlansın. Hətta Peyğəmbərin əxlaqi keyfiyyətlərinə baxdıqda, gör ki, Peyğəmbər birinə salam verdikdə, biri ilə əl ilə görüşükdə, qarşı tərəf əlini çəkməyənədək Peyğəmbər heç vaxt əlini çəkməzdi. Gözlərdi ki, ta qarşı tərəf əlini çəksin. Salamlaşan zaman əllə görüşmək nə qədər əhəmiyyətli, nə qədər bəyənilən bir əməl olduğu kimi, bu məsələdə gərək məhrəm, naməhrəm məsələsinə də bir o qədər diqqət edək. Yəni bir insan, yəni kişi naməhrəm bir xanımla üzləşdiyi zaman sadəcə ona salam verər, salamlaşdıqda isə əl ilə görüşməyi bəyənilən əməl deyil, hətta haram əməli sayılır. Hətta bir xanım naməhrəm bir kişi ilə üzləşdiyi zaman ona salam verdikdə onunla əl ilə görüşməsi bəyənilən yox, haram bir əməldir. Bu məsələ xala oğlu xala qızı, əmi oğlu əmi qızı, dayı oğlu dayı qızı, bibi oğlu bibi qızı, bunların arasında da bu hökm keçərlidir. Yəni onlar da qohum olmalarına baxmayaraq bir-birinə naməhrəm sayılırlar və salamlaşdığı zaman əl ilə görüşmələri heç də bəyənilən gözəl əməl yox, əksinə haram əməllərdən sayılır. Ona görə salamlaşmanın zaman salamın əhəmiyyətli olduğuna diqqət etdiyimiz qədər bu məsələdə gərək naməhrəm, məhrəm məsələsinə də bir o qədər diqqət edək. Əssalamu aleykum və rəhmətullah və bərəkatuhu.